Salam dostlar, kanalıma xoş gəldiniz. Bugün yeni bir vlog başladıram. Səhər erkən günəşin ilk işıqları ilə oyanırıq. Günə gözəl bir başlanğıc etmək üçün qızımla birlikdə səhər yeməyi yeyirik. Qızımın səhər yemək yeməklə arası heç yaxşı deyil. Ona görə də harda olsa yeməyinə icazə verirəm ki, əsas odur ki, yesin nəsə. O yüzden süfrə arxasında əyləşməmişik. Yeməyini bitirdikdən sonra biz otaqda kiçik səliqə-səhman işləri görürük. İlk olarak yataq otağından başlayıram. Yorğan döşəyi səliqəyə salıram. Yatağı düzləyirəm ki, otaq daha təmiz və rahat görünsün. Sonra pəncərələri açıb otağı havalandırıram. Təmiz hava içəri dolduqca otaq daha təravətli hiss olunur. Daha sonra qızımla birlikdə çəkməcənin üzərində olan kiçik əşyaları yerinə qoyuruq. Artıq qalan əşyaları yığışdırıb hər şeyi qaydasına salırıq. Bəzən qızım da bu işə kömək edir, oyuncaq və kitablarını yerinə yığır. Fikrimcə bu ona məsuliyyət hissi qazandırır və əşyalarını səliqəyə salmağı öyrənir. Budur, artıq onun yataq yatağı səliqəlidir, təmizdir və biz digər otaqlara keçirik, orada da səliqə işləri görürük. Burada isə dünən gecədən mənim əşyalarım qalmışdı, onları səliqəyə salıram. Daha sonra qızımla birlikdə şahmat oynayırıq. Şahmat bizim üçün sadəcə bir oyun deyil, həm də düşüncə tərzimizi inkişaf etdirən, səbir və strategiyanı öyrədən bir məşğuliyyətdir. Şahmatın uşaqlar üçün faydası erkən yaşlarda xüsusilə daha çoxdur. Şahmat oynayarkən uşaqlar gedişlərini planlaşdırmalı, qarşı tərəfin addımlarını təxmin etməli və hər gedişin nəticəsini analiz etməlidirlər. Bütün bunlar onların məntiqi düşünmə qabiliyyətini daha da inkişaf etdirir. Eyni zamanda yaddaşı gücləndirir, səbir və diqqəti artırır. Oyun oynayan uşaqlar oyunu davam etdirmək üçün əvvəlki gedişləri, fiqurların gediş qaydalarını və müəyyən taktikaları xatırlamalı olurlar. Bu onların qısa və uzun müddətli yaddaşlarını gücləndirir. Hər dəfə qızıma deyirəm ki, şahmatda tələsik qərar vermək məğlubiyyətə səbəb ola bilər. Uşaqlar oyunda diqqətli olmağı, düşünərək qərar verməli və səbirli olmağı öyrənirlər. Bu vərdişlər məktəb həyatında və gündəlik fəaliyyətlərində də onlar üçün çox faydalı olur. İndi isə qızım oyuncaqları ilə oynamaq istəyir, mən də mətbəxə keçirəm. Mətbəximi axşamdan təmizləmişdim. Səhər də kiçik toxunuşlar etmişəm, ona görə də mətbəxim tərtəmizdir. Və mən indi aldığım quru ərzaqlar var ki, onları yerləşdirəcəm və daha sonra yemək hazırlayacağam. Ev işləri bir çox insan üçün yorucu və monoton görünsə də ona pozitiv yanaşmaq mümkündür. Demirəm, mən də həmişə beləyəm, pozitiv yanaşıram, amma çalışıram ki, çox vaxt belə yanaşım ki, bu işləri daha zövqlə görüm, hətta rahatladıcı bir fəaliyyət kimi baxım bu işlərə. Bu zaman işlərim daha sanki asanlaşır və yorulmuram. Evləri təmizləyirəm, səliqəyə salıram. Həmin təmiz və səliqəli o mühit mənim əhvalımı daha da yaxşılaşdırır, həm də mənim enerjimi artırır. Kiçik bir sirrimi də verim. Ev işləri zamanı həmişə sevdiyim musiqini qoşuram və ya podkastlar dinləyirəm. Ən çox podkastlar dinləyirəm. Bu zaman həm günüm vaxtımı səmərəli istifadə etmiş kimi düşünürəm, eyni anda iki işlə məşğul oluram, həm də mənə proses daha asan gəlir. Nahar yeməyini yeyirik və daha sonra qızımla birlikdə hazırlaşırıq. Ona yenə kiçik öhdəliklər verirəm, şalvarını özü geyinməsini xahiş edirəm və birlikdə hazırlaşırıq ki, şahmat məktəbinə gedək. Qızım bağçaya gedir. Bugün biz təəssüf ki, səhər gec oyanmışıq, ona görə də bağçaya gedə bilməmişik. Mən də həmin günü fürsətə çevirdim, çünki qızımla olan vloglar daha maraqlı olur, daha doğrusu o istəyir ki, birlikdə hazırlayaq. Ona görə də bu günümüzü çəkmək qərarına gəldik. Onun saçlarını səliqəyə salıram və həmin müddət ərzində də çox maraqlı söhbətlər edirik, müzakirələr aparırıq müxtəlif mövzularda və birlikdə yollanırıq. Yolumuz da o qədər maraqlıdır ki, getdiyimiz yol demək olar ki, parkın içindən keçir və çox təmiz havası olan, yaşıllıqlara bürünmüş gözəl bir parkdır. Birlikdə məktəbə çatırıq. O kiçik bir hissələr çəkirəm onun şahmat dərsindən. Daha sonra biz elə həmin parkla da geri qayıdırıq. Geri qayıdarkən söz vermişdim ki, parkda biraz əylənərsən. O da bu atraksiyonda biraz oynamaq istəyir, yellənmək istəyir və daha sonra evimizə gəlirik. Günün ən sevdiyim hissələrindən biri onlayn dərs keçmək vaxtıdır. Texnologiya bizə daha harda olmağımızdan asılı olmayaraq
biliklərimizi paylaşmaq və öyrətmək imkanı yaradır. Mən də bu fürsətdən maksimum yararlanaraq şagirdlərimə yeni biliklər öyrətməyə çalışıram. Dərsə başladıqda şagirdlərimlə salamlaşıb onların əhvalını soruşuram. Onlayn dərslərdə ünsiyyət çox vacibdir. Çünki ekran arxasında olmaq bəzən şagirdlər arasında münasibəti soyuda bilir. Amma mən dərsləri elə qururam ki, hər kəs özünü real sinifdə olduğu kimi hiss etsin. Bilik paylaşmaq gözəl bir hissdir və mən bunu çox sevirəm. Burada isə qızım yemək yeyir və o da uşaqlara baxır, həvəslənir. Kompüterdə öz yaş səviyyəsinə uyğun məntiqi tapşırıqlar işləyir. Aha, bak be. Düzdür. Daha sonra bu il 8 Martda ailə üzvlərim və yaxınlarım üçün xüsusi hədiyyələr hazırlamaq qərarına gəldim. Çünki ən dəyərli hədiyyə içində sevgi və diqqət olandır. Hədiyyə almağa və eyni zamanda hazırlamağa başlamazdan əvvəl hər kəsin zövqünü və xoşladığı şeyləri düşündüm. Məqsədim onları sevindirəcək, həm də gündəlik həyatlarında istifadə edə biləcəkləri kiçik amma mənalı hədiyyələr yaratmaq idi. 8 Martda həm də atamın ad günüdür, ona görə onu da düşünmüşəm və biz onlara gedəcək. Anam üçün, atam üçün və oradakı qohumlarım üçün kiçik hədiyyələr hazırladıq. Prosesdə qızım mənə yaxından kömək etdi. Onun ən sevdiyi bir proses oldu hədiyyə hazırlamaq. Bütün bunları hazırlayarkən hədiyyənin dəyərinin onun qiymətində deyil də, içindəki sevgi və diqqətdə olduğunu bir daha anladım. Sevdiklərimiz üçün vaxt ayırmaq, onlara dəyər verdiyimizi hiss etdirmək dünyanın ən gözəl hisslərindən biridir. Mənim üçün də ən böyük hədiyyə sevdiklərimin gülümsədiyini görməkdir. Və budur, günün sonu yoldaşım işdən evə gəlir, sanki hər şey yerinə oturur. Onun varlığı evə huzur gətirir. Bütün yorğunluq və qayğılar yox olur. Özümü güvəndə, sevilən və dəyərli hiss edirəm. O kiçik atışdırmalıqlar hazırlayır, birlikdə film seyr edirik və ümumi gün haqqında baş verən hadisələri müzakirə edirik. Sonda isə mənim ən sevdiyim məşğuliyyət, kitab oxumaq vaxtı tapıram, səhifələri çevirərək yeni dünyalara dalmaq, biliklərimi artırmaq və günə müsbət bir notla son qoymaq mənim üçün əvəzolunmaz bir hissdir. Beləcə dolu və mənalı bir günü geridə qoyuruq. İndi isə hələlik dostlar, siz də mənə dəstək olmaq üçün, kanalımda bu tipli videoların tez-tez paylaşılması üçün mənə motivasiya olmaq istəyirsinizsə, kanalıma abunə olmağı unutmayın. Növbəti videolarda görüşənə qədər hələlik.